Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil vəliyyəkəl fərəc. Məkasib kitabından 431-ci dərsi oxuyuruq. Məlumdur ki, biz bir müddətdir ki, Məkasib kitabında Ğina bölümündən bəhs edirik. Və mərhum Şeyx Murtəza Ənsari buyurdu ki, Ğina haramdır, çünki ğina yəni ləhv. Və lakin iki alimimiz, mühəddisi Feyzi Kaşani və mərhum mühəqqiq Səbzivari, bu iki alim müxalif olduğu şeyxin rəyi ilə bunlar dedilər ğina öz-özlüyündə həlaldır və lakin başqa həramla, yəni musiqi aləti ilə olsa, bu haramdır. Və bəzi rəylərdə də var ki, bunlar təfsilə qail olublar. Qur'an-ı dua, ondan sonra mərsiyələrdə oxunan ğina həlaldır, digərlərində haramdır. Xülasə, mərhum Şeyx Murtəza Ənsari bunların fikrini qəbul eləmir və mərhum Şeyx buyurur, niyə bunlar deyiblər? Rəyləri bu cürdür. Əslində, ğinanın haramlığına rivayətlər mütləqdir. Yəni, mütləq şəkildə ğinanı haram bilirlər. Və bu iki ağa ki, deyiblər, ğina həlaldır, onların söykəndiyi rivayətlər var. O rivayətlərdən birini keçən dərsimizdə oxuduq. Hemyərinin rivayəti idi və digər rivayətləri də bugün oxuyuruq. Və mərhum Şeyx buyurur, bu iki şəxsiyyət bu rivayətlərlə o fikrə gəliblər ki, ğina bəzi yerlərdə halaldır. O rivayətlərin biri də və minha, biri də Əli ibn Cəfərin kitabında mövcuddur və qeyd elədik ki, Əli Cəfər oğlu, yəni İmam Sadiqin oğlu Əli var idi. O nəql edir öz qardaşı İmam Musa ibn Cəfər əleyhissalamdan. Və minha ma fi kitab Əli ibn Cəfər ən əxihi. O rivayətlərdən biri Əli ibn Cəfərin kitabında öz qardaşından, yəni İmam Musa ibn Cəfərdən nəql edir. Qalə səəltuhu ənil ğina. Deyir, mən sual elədim İmam Kazım əleyhissalamdan ğina haqqında. Həl yəsləh fil fitr vəl əzha vəl fərə. Sual elədim ki, Ramazan bayramında, Qurban bayramında, şadlıq məclislərində ğina eləmək icazəlidirmi? Qalə, İmam buyurdu, la bəsə ma ləm yüzmər bihi. Eybi yoxdur, madam ki, onunla bir musiqi aləti çalınmır, zurna çalınmır. Və zahir ennəl murad bi qovlihi. Mərhum Şeyx buyurur ki, zahir budur ki, ma ləm yüzmər bih, Həzrət ki, ma ləm yüzmər bih deyibdir. Zahir budur ki, ma ləm yəl'əb məhu bil mizmar. Yəni, o ğina ki, onunla
bir musiqi alətinin çalmağı ilə oynanılmır. Yəni bir dəfə budur ki, ғina təkdir, bir dəfə budur bir musiqi aləti ilə oxunur. Məqsəd budur ki, yəni bir musiqi aləti orada yoxdur. Av ma ləm yəkunəl ғina bil mizmar. Ya da ki, məqsəd budur ki, yəni mizmarla ғina olunmur. Bir dəfə budur ki, ғina ayrıca oxunur, musiqi aləti çalınır. Bir dəfə də budur ki, məsələn, nəyə ya digər bir musiqi alətinə səs verirlər. O ғina da o səslə bahəm gedir. Və nəhvihi minəl alatil əqani. Və yaxud bunu oxşar ғina alətləri ki var, musiqi alətləri ki var, o alətlərlə ғinanı hasil eləyirlər. Əgər onlar olmasa, İmam buyurdu, eybi yoxdur. Bax, bu iki ağa, Mühəddis-i Kaşani, Muhaqqiq-i Səbzivari, bax, belə bu rivayətlərə söykənib deyiblər. Üçüncü rivayət ki, bunların söykəndəki rivayət, rivayətu Əbi Bəsir, Əbi Bəsirin rivayətidir. Əbi Bəsir İmam Sadiqin sahabələrindəndir. Qalə səaltu Əba Əbdillah əleyhissalam. Deyir, mən İmam Sadiq əleyhissalamdan sual elədim. Ən kəsbil müğənniyat. Müğənnilərin kəsbindən, müğənnilərin qazancından ki, onların qazancları halaldır ya haramdır. Onlar gedirlər, ғina eləyirlər, oxuyurlar və müqabilində pul alırlar. Onların aldığı pullar, kəsblər halaldır ya haramdır. Fəqalə, Həzrət buyurdu ki, əlləti yədxulu əleyhər rəcal, buyurur, o məclisləri ki, qadın və kişi qarışıqdır və müğənnilər də orada oxuyurlar və oxumaqları ilə qadın və kişiləri orada bir-birinə meyl olur, bir-birinə qarışırlar və bir məclis icad eləyirlər, haramun. Həzrət buyurdu, orada kəsb eləmək, oxumaq haramdır. Vəlləti tud'a iləl-a'ras. Amma o müğənnilər ki, dəvət olunurlar gəlin məclislərinə, məsələn, gəlin gətirdiyidir, qadınlardır, kişi qadın bir-birinə qarışmayıbdır. Müğənnilər gəlib orada oxuyurlar, la bə'sə be, bunun eybi yoxdur. Bax, bu hissə ilə bu iki ağa deyirlər ki, ғinanın eybi yoxdur. Və huvə qovləllahi əzzə və cəl. Və bu Allahın qovludur ki, Allah buyurur və minən nas mən yəştəri ləhvəl hədis liyuzillə ən səbilillah. İnsanların bəziləri var, satırlar ləhvəl hədis, yəni o ғinanı, da onunla insanları haqq və ədalət yolundan sapındırırlar. Yəni, bunların nəzəri, bu iki ağanın nəzəri budur ki, əgər bir nəfər ғina eləyə, Allahın yolundan, insanları ədalətdən, haqdan döndərirsə, onda bu haramdır. Əgər döndərmirsə, axirəti xatırladırsa, onda həlaldır. Və ən Əbi Bəsir, ən Əbi Əbdillah əleyhissalam. Yenə də digər bir rivayət. Yəni, dördüncü rivayət. Əbi Bəsirin rivayətidir. İmam Sadiq əleyhissalamdan. Qalə əcrul müğənniyyətilləti təzufful ərais leysə bihi bə'sin. Həzrət buyurdu ki, o müğənniləri ki,
onlar gəlin gətirən gecə, zifaf gecəsi dəvət olunurlar məclisə, oxuyurlar və müqabilində pul alırlar. Onun eybi yoxdur. Leysət billəti yədxulu aleyhər rəcal. Amma o cür məclis olmasın ki, kişilər qadın məclisinə daxil olsun və orada kişi, qadın qarışsın bir-birinə və qadın müğənnilər orada oxusunlar və pul alsınlar. Belə olsa bu haramdır. Amma fərz eləyək ki, bir otaqdır, gəlin gətiriblər və ancaq qadınlardır və müğənni də gəlir orada oxuyur, o gəlin gətirdi də, o otaqda da kişi qadınla qarışmıyor, fəqət qadınlardır və qadın müğənnisi də gəlib orada oxuyur və pul alır, müqabilində pul alır. Bunun eybi yoxdur. Amma birdən qadın kişi qarışa bir-birinə və orada müğənni qadın gəlib oxusa, pul alsa, bunun oxumağı da haramdır, onun pul almağı da haramdır. Bax, bu rivayətlərlə Muhaddis-i Kaşani, Muhaqqiq-i Səbzivari deyiblər ki, qina bəzi yerdə həlaldır, bəzi yerdə haramdır. Belə olan bir yerlərdə həlaldır, digər yerlərdə insanları haqdan, ədalətdən sapındırsa və yaxud qadın kişi qarışa bir-birinə, bu surətdə haramdır. İndi görək bu rivayətlər doğrudan da həqiqətdə bu məsələni yetirirmi? Yəni bu iki ağa bundan belə düşünüblər, bu düzdürmü? Ya düz deyil? İnşallah gələn dərsimizdə mərhum Şeyx Murtaza Ənsarinin bu barədə fikirlərini oxuyarıq. Elhamdülillahi Rabbil aləmin.